İlk öncəliklə mən videoya başlamamışdan qabaq sizin diqqətinizə bir şey çatdırmaq istəyirəm ki, mən bu indi hal-hazırda sizinlə modelləşdirmə bölməsinin izahını keçəcəm. Amma yəni ki, mən istəyirdim ki, bu bölmənin izahını heç keçməyəm. Çünki səbəb burada yazmalı, hesablamalı heç nə yoxdur. Yəni burada izahlıq heç nə yoxdur. Sadəcə ancaq oxuyasınız, biraz da məntiq tipli suallarda məntiq işlədəsiniz. Yəni ona görə mən istəmirdim sadəcə bu videonu çəkəm, yəni ki, modelləşdirmə mövzu izahı. Keçmək istədiyim birbaşa aparat təminatına. Ancaq yəni ki, sadəcə dedim ki, kanalda da bunun videosu olsun deyə ötəri izah eləmişəm. Yəni ki, 10 dəqiqəlik, 15 dəqiqəlik yəqin ki, bir video olacaq. Uzağı 20 dəqiqəlik. Asan yerlərini demişəm, önəmli yerlərini demişəm, ötəri nəzərdən keçmişik. Yəni ki, ona görə mən sizin diqqətinizi çatdırmaq istəyirdim ki, yəni bu videonu sadəcə çəkmək istəmirdim, sadəcə dediyim kimi, yəni kanalda olması üçün çəkdim. Yəni bu qədər. Xoş izləmələr arzu edirəm. Təşəkkür edirəm. Bizim bugünkü mövzumuz modelləşdirmə haqqında olacaq və qeyd edim ki, modelləşdirmə mövzusu informatikada ən az riyazi hesablama tələb edən bölmələrdən biridir ki, orada riyazi hesablamalar sadəcə bir nöqtədən digər nöqtəyə gedilən zaman lazım olan ən qısa zamanı hesablamaq üçün istifadə olunur. Ən qısa yolu hesablamaq üçün istifadə olunur. İstəyirsiniz uzatmadan dərsimizə başlayaq. Deyək ki, real obyektin, prosesin və ya hadisənin sadələşdirilmiş təsviri məqsədi ilə süni şəkildə yaradılmış obyektdir. Deməli, modelin hazırlama prosesini isə modelləşdirmə deyilir. Əsas olaraq, yəni ki, bizdən soruşulursa ki, modelləşdirmə nəyə deyilir? Model hazırlama prosesinə modelləşdirmə deyilir. Deməli, burada bizə deyir ki, model yaradılan obyekt orijinal və ya prototip adlanır. Əsas olaraq bizə verilən burada anlayış prototip olur. Yəni, çoxsan orijinal sözü çox qlobal bir söz olduğu üçün, yəni bir o qədər imtahanda orijinalı soruşmur da. Bizdən daha çox prototip haqqında soruşur ki, uşaqlar bəlkə bir ehtimal çayaqdır. Amma siz yəni bunlara diqqət edin. Yəni ki, mən hal-hazırda bunu kitab üzərində izah edəcəm. Çünki burada yəni ki, çəkilməli, yazılmalı heç bir izah yoxdur. Deməli, modelləşdirmə bu hallarda istifadə edilir. Prototip olmadıqda, məsələn, qədim şəhərlər, məsələn, deyəlim ki, modelləşdirmə bu zaman istifadə olunur ki, biz Xeops ehramından başqa digər bütün dünyanın altı möcüzəsi haqqında biz bir binasının üst vizualizasiyasını qursaq, biz o zaman modelləşdirmə etmiş oluruq ki, çünki həmin o prototip artıq dünyada yoxdur, dağıdılıb və yaxud da zəlzələ nəticəsində itib. Deyək ki, real obyektin həqiqi tədqiqatı çətin olduqda və yaxud da başa gəldikdə, məsələn, nüvə reaktoruna nəzarət etdikdə, kosmonavtlar üçün yeni skafandrın sınağı aparıldıqda, bilirsiniz ki, skafandrların qiymətləri 22 milyon dollar falandır, mən əgər səhv bilmirəmsə. Baha başa gəlir. Nüvə reaktorlarının nəzarəti isə təhlükəli olduğu üçün modelləşdirmə o zaman istifadə olunur. Deyək ki, orijinalı birbaşa tədqiq etmək mümkün olmaqda. Məsələn, Günəş sistemi, atom, neytron, geoloji hadisələrin öyrənilməsində və deyək ki, orijinal obyektlərin xassələrini və xüsusiyyətlərini istehsaldan əvvəl müəyyən etmək lazım gəldikdə strukturunu və parametrlərini dəyişdirmək və dəqiqləşdirmək. Məsələn, yeni növ təyyarələr və avtomobilin hazırlanması. Bunda deyək ki, yəni əgər biz təyyarə hazırlamaq istəyirik və onu biz 3D formatında nəzarət etmək istəyirsə, bu zaman biz modelləşdirmədən istifadə etməliyik. Bir dəqiqə. Deyək ki, obyektin xüsusiyyətlərindən asılı olaraq onun bir neçə müxtəlif modelini hazırlamaq mümkündür. Məsələn, burada şəkil 2-də insanın bir neçə modeli göstərilib, deyir. Yəni ki, robotdur, şəxsiyyət vəsiqəsidir, heykəldir, gəlincikdir, manekendir, bunu özünüz oxuya bilirsiniz. Mən danışmağıma heç gərək yoxdur. Deyək ki, modelləşdirmə istifadə sahəsinə görə təsnif olunur ki, tədris modelləri, yəni əyani vasitələr, simulyatorlar, təlim proqramları. Necə ki, məsələn, deyək ki, əyani vəsaitlər bildiyimiz kitablardır, simulyatorlar, simulyasiya proqramları, məsələn, təyyarə sürmək kimi bir şeylər. Oyun modelləri isə bildiyimiz adi hərbi işgüzar oyunlar. İqtisadi hərbi işgüzar oyunlar, məsələn, hərbi oyunlar falan bildiyimiz qədər bunlar da. Yəni elmi texniki modellər prosesləri və ya hadisələri öyrənmək üçün yaradılır. Məsələn, elektron avadanlıqların sınaqdan keçirilməsi üçün stendlər. Təcrübə modellər obyektlər kiçildilmiş və ya bölünmüş nüsxələrdir. Onlardan obyekti öyrənmək üçün və ya onun gələcək xüsusiyyətlərini proqnozlandırmaq üçün. Deyək ki, dizayn edilmiş avtomobilin eksperimental modeli. İmitasiya modelləri isə reallığı tətbiq edir, bir qayda olaraq təcrübələrə əsasən dəfələrlə təkrarlanır. Deyir, zaman amilinə görə modelləri iki sinifə bölürük. Əsas olaraq zaman amilinə görə modellər iki sinifə bölünür. Bunlara statik və dinamik. Adlarından da çıxır ki, statik modellər zamanla dəyişmir. Yəni ki, onlar statik modellər dəyişməz qalır. Dinamik modellər isə dinamikdir, yəni ki, hər zaman tez-tez dəyişir. Deyim, məsələn, poliklinikadakı tibbi kart insanın müəyyən bir müddət ərzində sağlamlıq vəziyyətinin dəyişməsini göstərir. Belə dinamik modelə aid nümunədir. İşə qəbul edildikdə tibbi müayinə haqqında arayış üçün sağlamlıq qəbul edə
biologiya dərsidir. O şeydir, onu oxumağa gerək yoxdur. Özünüz başqa nümunələr öyrənə bilərsiniz. Modellər iki yerə bölünür: maddi model və informasiya modeli. Maddi və informasiyanı bir-birindən ayıran xüsusiyyətlərə gəldikdə, deyə bilərik ki, maddi model. Daha çox əllə toxunula bilirik də biz. Əl ilə toxunula bilir. İnformasiya modeli isə əksidir. Maddi model məsələn bunlardır, gördüyümüz kimi maddi model bu ikisidir. Dəqiqə belə geriyə alım. Maddi model bu ikisidir, əllə toxunmaq olur. İnformasiya modeli isə bunlardır, əllə toxunmaq olmur. Onu sadəcə bir səsini görə bilərik. Məsələn, çertyor. Bu qədər basit. 3D çertyordur, yəni kompüterdə gördüyümüz. Bunlar isə əlimizlə toxuna bilirik də, yəni maketlərdir. Digər informasiya modelləri sözlə təsvir oluna bilər, cədvəl, sxem və şəkillə. Şəkillə gördüyümüz kimi, məsələn biz burada informasiya modelini şəkillə görürük. Burada gördüyümüz sxemləndir. Yəni bura sxem dedik, avtomobillər quruluşdur. Sözlə təsvir isə ağzımızda dediyimizdir. Cədvəllə də ki, elə budur, cədvəl. Deyək ki, obyektin daha yaxşı təqdim olması üçün onun informasiya massaları aşağıdakılar bunlar boş söhbətlərdir. Yəni ki, boş söz yığınıdır. Deyək ki, burada eyni xassələr dəstinə malik olan obyektlərin informasiya modelləri kimi bir qayda olaraq obyekt xassə. Obyekt xassənin heç yəni belə deyim sizə söz nəzərə vermək yoxdur. Baxın, gördünüz. Burada nə verib? Söz. İçəriyə baxın. Həm rəqəm var, həm söz var. Həm rəqəm var, həm söz var. Məsələn, bura baxın. Rəqəm var, söz var, rəqəm var. Bu zaman bilin ki, bu obyekt xassədir. İndi gələn digərinə, obyekt xassədir. Baxın, görən buna. Bir dəqiqə çox gəldim deyəsən. Bir də gələ bilər. Deyir, obyekt. O tipli cədvəllərdə müxtəlif obyektlər arasında əlaqə əks olunur. Görürsünüz, baxın, sözdür, rəqəm. Hamısı rəqəmdir. Yəni ki, qarşılıq yoxdur. Sözdürsə rəqəm olacaq. Yəni burada sözdür, burada həm söz. Məsələn, burada 252 yenə söz olsaydı, bilin ki, bu obyekt xassədir. Amma baxın, bura deyək ki, görürsünüz ki, bura sözdür, bura sözdür. Bura rəqəmdirsə, bilin ki, obyektdir, yəni. Belə. Adda qalan qaydada sizə dedim. Belə keçək ki, bu dərs ancaq sözdən ibarətdir, boş. Deyək ki, bunları yadınızda saxlamaq lazımdır. Həqiqətən imtahanın güclü suallardır, həmişə də düşür. Deyək ki, öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayı öküdlər strukturuna qraf deyilir. Məsələn, burada biz qraf görürük. Deyək ki, qrafı təşkil edən obyektlər təpələr adlanır. Təpələri bilirsiniz. A təpəsi, B təpəsi, C təpəsi, D təpəsi, Y təpəsi. Deyək ki, qrafda təpələr xətlərlə birləşirsə, onda həmin xətlərə tillər deyilir. Məsələn, A ilə B arasındakı bu tildir. Bir til gedir. AB tili. Yəni belə saxlayın. Yadınızda. Deyək ki, tillər təpələr arasında əlaqəni göstərir. Qrafın hər iki təpəsi ilə tillə birləşdirilmə edə bilər. Çox zaman qraflar ardıcıl. Deyək ki, bəzən həmin təpədən çıxan til həmin təpəyə qayıdır. Belə təpəyə ilgək deyilir. Məsələn, bax gördünüz, C-dən çıxıb gəlib bir də qayıdıb C-yə. Bu zaman ilgəkdir. İlgək. C-də əgər bir nöqtədən başlayıb həmin nöqtəyə qayıdırsa, bu zaman ilgəkdir. Deyək ki, sonuncudan başqa hər bir tilin son təpəsi digər tilin başlanğıc təpəsi olarsa, belə tillər ardıcıllığına yol deyilir. Qapalı yola isə dövrə deyilir. Məsələn, baxın, gördünüz, qurtarmır. Yol bu bir dövrə sayılır. A-dan başlayın bir də gələm A-ya. Sadəcə bu üç olsa. Belə yadda saxlayın. Deyək ki, istənilən iki təpəsi arasında yol olan qraf əlaqəli qraf adlanır. Məsələn, gördüyünüz kimi. 1, 2 əlaqəli qraf. Deyək ki, əgər qrafda təpələri birləşdirən xətlərin istiqamətləri varsa, belə xətlərə qövs deyilir. Bir dənə buradan düzdür, bizim çəkdiyimiz bizə verilən nümunə olaraq verilən qrafda heç işarələnməyib, amma buradakı qrafda işarələnib. Baxın məsələn, buradan bura gəlib. Bu görürsünüz buradakı oxu. O deməli qövsdür. Deyək, bütün xətləri qövs olan qraf yönləndirilmiş qraf və ya diqraf adlanır. Gördüyünüz kimi, baxın bura. Bütün nöqtələrin, xətlərin axırında istiqamət verilib. Baxın, istiqamət. Bunların hamısında istiqamət verilib. Bunlar deməli nə imiş? Yönləndirilmiş qraf və yaxud da diqraf. İndi gələk başqa bura. Deyək, çəkili qraf. Çəkili qraflarda belə qraflardır. Baxın, çəkili qraf. Gördünüz. Məsələn, Bakı ilə Şamaxı arasındakı məsafəni deyək ki, göstərdi. Bakıdan Şamaxı 125 km-dir. Baxın, xətlərin üstündə rəqəm verilir. Bu zaman bu çəkili qrafdır. Çəkili qraf. Bunu heç dedik. Deyir ki, qonşuluq siyahısında bir təpə qonşuluq maddəsində isə n təpədən n şəkildə göstərilir. X təpədən mən filan. Bir dəqiqə, mən burada sizə bir şey göstərmək istəyirəm. Bir dəqiqə, bunlar boş söhbətdir.
Deyib verilənlər arasında əlaqə iyerarxik struktura malikdirsə, yəni verilənlər bir-biri ilə şaquli tabeçilik, valideyn-övlad münasibətindədirsə, onlara ağac formasında təqdim etmək olar. Ağac qraf informasiya modelinin xüsusi halıdır. Ağac dövrələri olmayan iyerarxik quruluşlu qrafdır. Baxın, gördünüz dövrə yoxdur. Kökdür, budaqlana gedir. Yəni heç görmürsünüz ki, məsələn, bu buradan gələ bir də qayda girə bura. Yəni hələ bir şey yoxdur. Olanmaz, görənmərsiniz. Hələ görsəz deməli bu ağac modelində deyil. Məsələn, olimpiya idman yarışlarının olimpiya sistemini. Məsələn, necə deyirlər ki, o məsələn Çempionlar Liqası falan keçirilir futbolda ki, məsələn deyirlər, məsələn 16-da 1, 8-də 1, 4-də 1. Məsələn, o aiddir. Bax, gəlir bura. Bura məsələn 2, 4, 6, 8, 10, 12, 14, 16, 16-lıqdır. Buradan 8 komanda çıxır, 8-dən 4-lük, sonra yarım final və final çempion. Belə. Bu da belə. Çox asandır bu dərs. Yəni bunu anlasın oxumağa gərək yoxdur. Sadəcə yazmağa gərək yoxdur. Bunu oxuyasınız, bitəcək. Deyək ki, informasiya modelləşdirməsi dedikdə müxtəlif sahələr tətbiq olunan kompüter modelləşdirməsi nəzərdə tutulur. Deyək, kompüter modelləşdirilməsi kompüter texnikası ilə vasitəsilə modellərin yaradılmasıdır. Model yaradırıq, amma kompüterdə yaradırıq. Yaxşı, burada deyək ki, kompüter modelləşdirməsi üçün müəyyən proqram təminatının olması vacibdir. Belə proqramlar təminatı universal və ya xüsusiləşmiş ola bilər. Modelləşdirmənin hər bir mərhələsi onun vəzifəsinin məqsədlərini müəyyən edir. Gəlin bura, bu imtahana düşür, ardıcıllıqla əzbərləmək mütləqdir. Deyək, təsvir informasiya modelinin hazırlanması, onun birincisi şəklin hazırlanması nəzərdə tutulur. Sonra deyək ki, formal modelin hazırlanması, yəni onu formal şəkildə ifadə etməsi. Sonra deyək ki, kompüter modelinin qurulması. Yəni kompüter modelinin qurulması o deməkdir ki, kompüterdə müəyyən bir proqram vasitəsilə siz artıq deyək ki, bina tikirsiniz və onun sertifikatını kompüterdə CAD proqramları ilə və yaxud da SketchUp-la hazırlayırsınız. Sonra deyək ki, kompüter eksperimenti. O düzəltdiyiniz modeli kompüterdə məsələn bir deyək ki, bina tikirsiniz, onun zəlzələyə dayanıqlığını yoxlayırsınız və o binanı bu səfər eksperimentə salırsınız kompüterdə. Bu zaman kompüter eksperimentidir. Sonra nəticələrini təhlil edir ki, baxırsınız görək, bu zəlzələdən sağ çıxa bilir, yəni kolonlar qəşəngdir və yaxud deyil. O zaman nəticəyə uyğun olacaq. Əgər yox bina aşırsa nəticəyə uyğun deyil, özünüzdən bir nəticə çıxardırsınız. Bunun haqqında biz danışdıq qəşəng. Yəni ki, lore dildə izah edirəm. Yəni bu boş-boş söz yığınıdır bunlar, həqiqətən yəni. Dərsimiz bu qədər. Yəni inanıram ki, həqiqətən çox asan qaydada izah elədim. Yəni bu qaydalarını siz yadınızda saxlasanız əgər imtahanda qabağınızda sual duranmaz.